Amma söhbətimizin mövzusu əzizlərim Ən'am surəsinin 94-cü ayəsi. Allah Teala buyurur ki: "Və laqad ci'tumuna furada." Siz bizim yanımıza tək gəlmisiniz. Söhbət qiyamətdən gedir, axirətdən gedir. Siz bizim yanımıza tək gəlmisiniz. Və laqad ci'tumuna furada. Bəziləri deyir bu ayə müşriklərə aiddir. Mən deyirəm xeyr, tək müşriklərə aiddir. Ümumən hər kəsə aiddir. Ayənin sonunda müşriklərin batil əqidəsinə görə, inancına görə Allah onları tövbih edir, danlayır, o ayrı məsələ. Amma bu təkcə müşriklərə aiddir. Hər kəs, müşrik, qeyri-müşrik, müsəlman, qeyri-müsəlman, qiyamət günü həşr olunanda Allahın huzurunda tək həşr olacaq. Və laqad ci'tumuna furada. Siz bizim yanımıza tək gəlmisiniz. Nida gələcək onlara. Kəma xələqnakum əvvələ mərrə. Necə ki sizi birinci dəfə belə xəlq etmişdik. Yəni dünyaya gələndə tək gəlmişdiniz. İndi biri deyir axı dünyaya gələndə ana yanında olur, Biri deyir ki dünyaya gələndə heç olmasa məsələn həkim, yardımcı və sair yanında olur, tək olmuram. Yox, burada təkdən məqsəd fərd kimi tək olmaqdır. Burada fərdən məqsəd yəni heç nəyə malik olmamaqdır. Yəni heç nəyə malik deyirsən. Dünyaya gələndə insan heç nəyə malik deyirsən hələ. Burada təkdən məqsəd budur. Çünki furada fərdan sözünün cəmidir. Fərdan, necə ərəb dilində əzizlərim bilirlər, dəyərli ruhanilərimiz məclisdədir. Var ərəbcə səkran, var sukara. Fərdan, furada. Bəziləri deyir bu fərdin cəmidir, furada yox. Fərdin cəmidir. Fərdan, onun cəmidir. Fərdlə fərdan sözündə də ərəb dilində fərq var. Bəziləri bilir ki fərdan yəni iki fərd yox. Elə ərəb işlətmir onu. Fərdan elə tək deməkdir. Amma bir var ki fərd, yəni mən tək bir adamam. Amma ola bilsin çox mülküm var, sahib olduqlarım var, amma insan kimi fərdəm, yəni bir nəfərəm. Amma fərdan desin, yəni heç nəyi yoxdur. Özü də təkdir və heç nəyə də malikdir. Ona deyərlər fərdan. Quran bu qədər dəqiqdir. Quran demir ki və laqad ci'tumuna əfrad. Əfrad fərdin cəmidir. Furada fərdanın cəmidir. Və laqad ci'tumuna furada. Siz bizim yanımıza fərd tək gəlmisiniz. Tək yəni heç nəyə malik deyirsiniz burada, qutardı. Malik olduqlarınızı qoydunuz o dünyada. Kəma xələqnakum əvvələ mərrə. Sizi necə ki əvvəl, yəni bir xəlq olunanda necə olunmuşdursa heç nəyə malik deyirsiniz, indi də mənim huzuruma belə gəlmisiniz. Və tərəktum, ayənin davamı izah edir dediyimi, və tərəktum ma xəvvəlnakum vəra'a zuhurikum. Və sizə əta etdiklərimizi, xəvvəlnakum, əta ilə fərqi nədir deyəcəm. Tərəktum, tərk elədiniz, sizə əta elədiyimizi vəra'a zuhurikum. Yəni öz arxanızda qoydunuz gəldiniz. Yəni o dünyada qoydunuz gəldiniz. Vardı, dövlət vardı, ev vardı, məsələn, övlad vardı, ata vardı, ana vardı, qohum əqraba, qəbilə və s. Nə vardısa sənin fəxr elədiyin, iftixar elədiyin, malik olduğun, tərəktum, qoydun kənara. Yaxşı. Burada xəvvəlnakum, Allah çox vaxtı Quranda bilirsiniz, deyəndə ki, məsələn, infaq elə, xərclə, çox vaxtı deyir ki, mimma rəzəqnakum, sizə ruzi verdiklərimizdən xərclə. Bəzən Allah deyir ki, sizə əta elədiyimizdən. Amma burada niyə deyir xəvvəlnakum? Xəvvəlnakum ərəb dilində xavl, o da Allahın əta etdikləridir, amma fərqi var. Ma yəhtacuhun nas fit tədbir və iradə vəl idarə. Tədbir və idarə etmədən ötürü insana lazım olanlara deyərlər xəvvəlnakum, xavl ona deyərlər. Deməli, burada Allah demir, sənə çörək vermişdim, çörəyi qoydun, gəldin. Yox, mən onu deməyəcəm. Çünki sən mənim bəndəmdir, mən sənə çörək yetirməliydim, ruzi yetirməliydim. Mən onu deməyəcəm sənə. O işlər ki var idi, o işlərə ki malikdün, sahibdün, onunla tədbir tökürdün, onunla idarə edirdin, onunla insanların qarşısında iftixar edirdin, onları tərk eləmirsən. Burada söhbət bundan gedir. Demir Allah, sənə verdiyim çörəyi qoymusan, orada ruzini qoymusan, gəlmirsən. Ona görə Allah bizi Qurandan ayrı salmasın, əzizlərim. Görün, Quran nə qədər gözəl, Quran nə qədər hikmətli, Quranın hər kəlməsi belə sirdir, sirlə doludur, hər kəlməsi. Niyə işlənib bu söz? Mənası var, izahı var, dəqiqliyi var, gözəlliyi var, lətafəti var, incəliyi var. Bu Allah bizi Quranı düzgün öyrənənlərdən qərar versin inşallah.
qorxuram bəhsimizdən kənar çıxarır, yoxsa Qur'anla bağlı qəşəng sözlər var ki, xüsusilə də indiki zamanda, iddiaçıların artdığı zamanda lazımdır ki, Qur'anın həqiqi muradının başa düşmə yolları, Qur'anın fəhminin yolları düzgün şəkildə xalqımıza, millətimizə çatdıraq ki, o bəzi iddiaçılara yer qalmasın. Lazımdır, amma təəssüflər olsun ki, o məsələ mövzu bizi aparar, bəhsimizdən kənara çıxardar. Yaxşı. Ayənin təqribən tərcüməsi aydın oldu bizə. Təkrar deyirəm, əzbərləyək. Və ləqəd ci'tumuna furada kəma xalaqnakum əvvələ mərrə. Bizim yanımıza siz tək gəlmişsiniz. Bildiniz, burada təkdən məqsəd nədir? Yəni, fərd kimi tək yox. Bütün malik olduqlarınızı tərk edib gəlmişsiniz. Və ləqəd ci'tumuna furada kəma xalaqnakum əvvələ mərrə. Və tərəktum ma xəvvəlnakum vəraə zuhurikum. Və sizin idarə etdiyiniz, tədbir tökdüyünüz üçün bizim əta elədiyimiz nə vardısa, onları tərk edib indi heç nəyə malik olmadan huzurumuzdasınız. Burada əzizlərim, bu fərdlə bağlı, təklə bağlı bir neçə məsələ var. Birincisi, Allah Teala bu ayədə mühüm bir məsələyə işarə edir. O da bundan ibarətdir ki, əlbəttə tərcümədən əlavə mühüm bir məsələyə işarə eləyir. Bu dünya nizamı ilə axirət nizamının arasında olan fərqə ki, çoxları bu məsələyə, bu fərqə diqqət eləmirlər. Dünya ilə axirətin, məsələn, sizə sual versələr, dünya ilə axirətin nə fərqləri var? Bir dən fərq ki, hamı bilir bunu. Elə ilk ağla gələn də bu olur. Deyir, dünya müvəqqətidir, axirət əbədi. Yəni, bunu hamı bilir. Mən ikinci fərqi deyim sizə, bununla işim yox, bu yerində, bu əla. İkinci fərqi deyim sizə. Dünya ilə axirətin ən böyük fərqlərindən biri nizam fərqidir. Nizam, nə deməkdir nizam fərqi? Əlbəttə, bu dünyada nisbidir, o axirət dünyası mütləqdir, burada ədalət də nisbidir, burada zülm də nisbidir, burada nə varsa nisbidir. Burada heç nəyin həqiqi cavabın, cəzasın, mükafatın vermək mümkündür. Axirətdə isə mümkündür. Bu da bir fərqdir, bu da qalsın. Amma əsas fərq, əzizlərim, nizam fərqidir. Nizam fərqi nədir? Bu dünyada Allahın qərar verdiyi nizam ictimai nizamdır. Axirətdə Allahın qərar verdiyi nizam isə fərdi nizamdır. Nə deməkdir ictimai nizam, nə deməkdir fərdi nizam? İctimai nizam budur, əzizlərim. Əgər Allah ki, bu dünyada nizami ictimai qərar verib, burada fərd kimi yaşasın, tək yaşasın, artıq günaha düşmüşsün. Mən tək yaşasam, burada günaha düşmüşəm bə. Necə günaha düşmüşəm? Tək olsun, əmr be mərufi kimi eləyəcəksən? Əmr be məruf, başqalarının yaxşılığa dəvət eləmək. Əgər mən tək yaşayıramsa, kimi dəvət eləyəcəm? Əmr be mərufi tərk eləyəcəm, nəhy anil münkəri tərk eləyəcəm, haqqa dəvəti tərk eləyəcəm, təbliğatı tərk eləyəcəm, insanların qayğısına qalmağı tərk eləyəcəm, qonşunun haqqı aradan gedəcək, qohum əqraba silətür rəhim kəsiləcək, və sair və sair və sair. Gör, dinimizdə nə qədər məsələlər artıq tətilə uğradı, tətilə məruz qaldı, tətilə çıxdılar məsələlər. Niyə görə? Çünki sən artıq kənara qaldın. Ona görə bu dünyada nizam, ictimai nizam olduğuna görə burada insan fərd yaşaya bilmir, tək yaşaya bilmir. Burada lazımdır ki, insanların içində olasan, lazımdır insanların qayğısına qalasan, insanlar sənin qayğıva qalsın. Burada lazımdır ünsiyyət qurasan. Elə insan, ona görə insan adlanıb ki, insan ictimai varlıqdır. O bəziləri deyir, insan unutqan sözündən də düz deyir. Düz deyir. Nə qədər böyük alim də bunu desə, mən deyirəm sizə, düz deyir əzizlərim. Biraz indi bu böyük çıxır, amma elə bunu məndən balacalı ilə qəbul edin. Düz deyir əzizlərim. Çünki nisyan sözü ərəb dilində unutqanlıq, nisyan insanla heç cürə uyğun gəlmir. İnsanın cəminə baxırlar ərəbcə, nas sözü, nisyan sözü ilə oxşayır falan. Yox əzizlərim, bu. İnsan sözü ünüs sözündəndir. İnis. İnsanın cəmi inisdir. Vəl insi vəl can. İnis yəni ünüs, inis. Eyni sözdür. İnis yəni ünsiyyət. Yəni bir-birivə bağlılıq, bir-biri ilə əlaqə. İnsan ona görə insan adlanır ki, çünki ictimai varlıqdır. İnsan fərdi yaşaya bilmir. Ya məcburdur ictimai olsun, ya da fitrətən elə ictimai varlıqdır. Amma axirət nizamı xeyr, axirət nizamı fərdi nizamdır.
Ahirətdə sənə mənə deməyəcəklər, əmr be məruf elə, nəhyəni münkər elə, qohumlarla əlaqə. Yox, orada sən və əməllərin qutardı. Fərdi nizamdır, mən cənnətdəyəm, qutardı getdim. Əsas fərqlərdən biri budur. Ona görə bir mənası budur. Allah Teala buyuranda ki, siz bizim yanımıza tək gəlmişsiniz. Yəni, bəli, elə bu aləm fərdi nizamdır bu aləm. Burada elə hər kəs təkdir. O cənnətdə olanın o biri ilə işi yoxdur, onun bununla işi yoxdur. Elə Allah göstərməsin, cəhənnəmdə olan da həmçinin. Fərd-fərddir. Ona görə nə qədər bu barədə ayələr var. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ. Qiyamət günü insan öz atasından, anasından, qardaşından, ailəsindən, övladlarından qaçacaq. Niyə qaçır? Niyə qaçır? لِكُلِّ مْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. Çünki hər bir insanın qiyamət günü özünü məşğul edən iş var. Yəni hər birinin fərdi özünün məsuliyyəti var, fərdi özünün cavabdehliyi var, fərdi özünün cəzası və yaxud mükafatı var. Fərdi olaraq. Ona görə bəli. Və yaxud qiyamət günü Həc surəsində qiyamət günü dəhşətindən övladına süd verən ana, süd verən zaman belə övladını atacaq. Yəni, o qədər orada ayrılıq, o qədər orada fərdidir ki, hətta körpəsin belə ana orada, çünki nizam odur, fərdi nizamdır, əzizlərim, orada ictimai nizam deyir. Yaxşı. Bu bir mənası budur. İkinci mənası, əzizlərim, təkliyin özü ən böyük cəza sayılır. Və insan hüquqları barədə oxusuz, sonuncu 1984-cü ildə BMT-nin insan hüquqları filan nizamnamə, bəyannamə təşkil olunanda o dünyada olan işgəncələr filanların ləğvi barəsində insan hüquqlarının bərpası, insan hüquqlarının qorunması və işgəncələrə son qoyulması bu barədə o bəyannaməni oxusuz müddalardan görərsiniz. Biri də orada zindanda dustaqların tək saxlanılmasıdır. O da hüquq tapdalanması hesab olunur. Fikir verin, bunu hüquqçilərdən soruşasınız. Mən hüquqçu deyirəm. Xoşum da gəlməz başqasının yerinə danışmaya. Hərə öz işi ilə məşğul olsa yaxşıdır. Amma bəhsimizlə əlaqəsi olanda biz mütəxəssislərə müraciət edirik də. Düzdür, qayda belədir. Necə həkimin dindən sualı olanda bizə verirsə, bizim də həkimlik işimiz olanda həkimə müraciət edirik. Daha biz durub özüm həkimlik eləsəm, bu yaxşı olmur. O nəticəsi də yaxşı olmur. Ona görə hər sahə ilə onun mütəxəssisi məşğul olanda gözəl olur. Amma birdən əgər lazım olanda bizim bəhsimizə uyğun, onda lazımdır ki, o sahənin mütəxəssisinə müraciət eləyək. Müraciət eləyəndə siz də müraciət eləyə bilərsiniz. Görürük ki, bəli, ən böyük cəzalardan, işgəncələrdən biri bu sayılır. Niyə görə? Çünki insan təklik insanda psixoloji problem yaradır. Axı, bütün insanı cinayətkara cəza da verəndə məqsəd onun islah olunmasıdır. Məsələn, biz cinayətkara niyə cəza veririk? Nə üçün cəza veririk? İslah eləməkdən ötürü, tərbiyə eləməkdən ötürü ki, insan o cinayətdən əl çəksin. Əgər mən onu islah edərkən, mən onda psixoloji durum, elə bir vəziyyət yaradacam ki, ruhi gərginlik, psixoloji gərginlik yaradacam, cəmiyyətə bir dənə ruhi xəstə verəcəm 5 il, 10 ildən sonra, bu tərbiyələndirmə olmadı ki, bu islah olmalıdır ki. Elə o oğru qalsaydı ondan yaxşı idi. Hə? Düzdür əzizlərim? Oğru yenə insanların malını oğrayacaq. Bu isə gəldi dəli olandan sonra insanların canı da təhlükədə olacaq. Ona görə bu məsələlər mühüm məsələdir. Bizim də bəzən işimiz belədir. Biz bir dənə görürsən cavanı istəyirik ki, islah eləyək, tərbiyə eləyək. Onun bir günə qoyuruq da onun dərdinə dərman tapılmır. Bəlkə də elə o günah eləyəməklə geçsəydi, davam eləsəydi, mənim yolumdan yaxşı olardı o. Adın qoyuram ki, güya mən din təbliğ eləyirəm, onun başına bir oyun gətirirəm ki, o cavan ondan sonra bütün həyatı elə psixoloji gərginliklə yaşayır, ruhi gərginlik. Allah dini gərginlik üçün göndərməyib, rahatlıq üçün göndərib əzizlərim. Rahat olmalıdır, insan rahat olmalı. İbadət eləyəndə ləzzət almalısan, gərgin olmamalısan. Bəziləri elə bilir ki, mən nə qədər qaşqa bağlı qalsam, yaxşı mömin olaram. Nə qədər insanları çox acılasam, deyərlər bu qəşən mömindir, ağlı mömindir. Bəziləri belə başa düşüb dini, çox təəssüflər olsun. Amma Peyğəmbər salavatullah nə deyərdi Bilala? Yadınızda qalır. Deyərdi ki, ya Bilal, ərihna bis salah. Namazla bizə rahatlıq ver Bilal. Sözə bax, namazla bizə rahatlıq ver. Yəni dur azan ver, biz rahat olaq. Dur ibadət namaza başlayaq, rahat olaq.
Biz bəzən bu sözü işlədirik, çox səhv işlədirik. Namazı qıldım, elə rahat oldum. Namazdan rahat olmurlar əzizim, namazda rahat olurlar. Sən namazdan sonra, yəni namazda olmaya, namazdakı halından daha rahatsansa, onda o mənəvi feyzi ala bilmirsən. Sənin ən rahat vaxtın namazda olmalıdır, ibadətdə. Çünki niyə? Allahla üzbəyüz dayanırsın. Özdə Fatihənin sözlərinə baxın, Fatihənin əvvəlində üçüncü şəxs var. Yarısından artıq Allah üçüncü şəxsi götürür. Nə deməkdir üçüncü şəxsi götürür? Yəni bütün pərdələri götürür. Deyir, daha sənlə mən ikimiz qalay. İstəmirəm daha başqası. Və tərcüməsinə bax, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil Alemin. Hamd olsun aləmlərin Rəbbi olan Allaha. Görürsən, hamd olsun. Demirsən ki, sənə hamd olsun Allah. Hamd olsun aləmlərin Rəbbinə. Sanki hələ qaybdən danışırsan, qeybdən danışırsan. Ər-Rəhmanir-Rəhim, o Rəhman və Rəhimdir. O, sən yox, hələ o. Ər-Rəhmanir-Rəhim, Maliki yevmiddin, qiyamət gününün malikidir. İyyəkə, yalnız və yalnız sənə ibadət edirik, səndən kömək istəyirik. Və fikir ver, xitab necə dəyişdi? Ondan keçdi sənə. Müğayəbdən keçdi müxatəbə. Birbaşa Allah götürdü bütün pərdələri, sən və mən. Birbaşa mənim özümə denən indi. İhdinə sıratəl müstəqim. İlahi, sən məni doğru yola hidayət elə, sən. O kimə deyərsən sən? O adama deyərsən ki, səndən üzbəyüzdür. O şəxsə deyərsən ki, səndən üzbəyüzdür. O varlığa deyirsən ki, səndən üzbəyüzdür. Ona deyirsən. Sən bununla rahatlıq tapmayacaqsan, nə vaxt tapacaqsan? Ərihna biz salah ya Bilal. Bilal, bizə namazla rahatlıq ver. Namazla rahatlıq ver bizə. Ona görə əzizlərim, din rahatlıq üçündür, din gözəllik üçündür, din gərginlik üçündür, din əsəbilikdir, din ruhi xəstəlikdir. Yaxşı. Ən böyük cəza özü elə fərd olmaqdır. Onun özü elə böyük bir dənə cəzadır. Tək olmağın özü bir dənə cəzadır. Bu günləri yeri gəlmişkən bunu da deyim sizə. Bütün ailələrdə bu günləri həmən təklik hökm sürür. Amma məsələn, böyüklərin, maxsaqqalların var burada, təsdiqləyərlər sözümü. Biz uşaq olan dönəmdə ailədə təklik hiss olunmurdu, amma indi hiss olunur. İndi atanın odası ayrı, oda deyək də, bilə-bilə oda deyirəm də, çünki indi müasirük. Ananın odası, uşağın odası, odama çəkilirəm. Odama çəkildin, bəli, müəyyən saat olar dərs oxumayı falan məşğul olanda, biz də o vaxtı ayrılardık, çəkilərdik. Amma süfrədə daha heç olmasa ailə birlikdə olardı. O süfrə mədəniyyəti ki var idi bizdə, o özü bir dən birlik məktəbi idi, o bir dən vəhdət məktəbi idi, o bir dən mehribanlıq məktəbi idi, ailə üzvləri. Qardaş qardaşın ətri ilə böyüyürdü, bacı bacının ətri ilə böyüyürdü. İndi bu telefonu götürdü, çəkildi o tərəfə, o çəkildi bu tərəfə, günlərlə, saatlərlə bir-birinə xəbəri yox, o özü işi ilə məşğul, bu özü ilə məşğul, soyuqluq. Fikir verirsə əzizlərim, bunlar xırda məsələ gəlir sənə, hə? Amma bu xırdalıqlar gətirir soyuqluq. Ailədə soyuqluq, cəmiyyətdə soyuqluq. Soyuqluq müsibətdir. Müsibət. Mehribançılıq. Tək qalmağın özü bir dən cəzadır. Məsələn, təsəvvür edin, belə, hətta bu dünyəvi işlərdə də belədir. Bizdə məsəl var, gözəl məsəllərdən biridir. O deyir, ellə gələn bəla bayramdır. Belə bir də məsəlimiz var. Niyə ellə gələn bəla bayramdır? Çünki tək mən deyirəm, bir var ki, tək mənim başıma gəlsin müsibət, o ağır olur. Amma bir də bu ellə gəl, hamısı bu müsibət, ona görürsən, o asan da olur. İnsanlar onu asan qarşılayır. O bəladan asanlıqla imtihandan çıxa bilirlər. O elə hamıya aid olanda, çoxuna aid olanda, amma tək olanda çox çətin olur. Ona görə əzizlərim, təkliyin özü, indi bir dənə də bu təkliyin bir mənası da var. İndi mənim bu danışdıqlarım ya ictimai tərəfdən təklikdir, ya tərbiyəvi baxımdan təklik falan. Bir dənə də təkliyin var, o dahilərə aid olan təklikdir. Allah müsibətdir. Allah
İndi bəzən adam dua edir, edirsən ilahi adama fəhm ver, elm ver, tutum ver, adam inkişaf eləyək, qabağa gedək, Quran deyən kimi Rəbbi zidni ilma, elmimi artır, ilahi. Bəzən bu duaları eləyirsən, bəzən də qorxursan. Nədən qorxursan? Baxırsan özündən qabaqçılara, görürsən ki, o kəslər ki, çox yox, hələ çox demirəm, 100 il, 1000 il demirəm, bir 20 il, 30 il öz yaşadığı cəmiyyətdən qabağa gedə bilirlər düşüncədə, onlar çox əziyyət çəkirlər. Çox əziyyət çəkirlər. Onlara kafir damğası vururlar, onlara müşrik damğası vururlar, onlara... Ona görə baxırsan, nə qədər bizim dahillərimiz var, hamı öləndən sonra əziz olub, hamımız. Nəsimi idi, öləndən sonra əziz oldu, özümüz onu soyduk da, özümüz deyəndə, yəni, biz yox, Boracə cəmaatı soymayıb, yəni insan soyub, insan. Dilində la ilahe illallah, dilində Peyğəmbərin zikri, dilində... Zəncani idi, bizim böyük alimiz Söhrə verdi, onu Hələbdə öldürdü, onu da özümüz, müsəlmanlar öldürdülər və kafirdir. Halbuki 34 yaşında bu adam İşraqi fəlsəfi məktəbinin banisi. Filosof yox ha, fəlsəfə müəllimi də yox. Fəlsəfə məktəbini bani eləyib, yeni bir dən məktəb qoyub ortaya, İşraq məktəb. 34 yaşında onu özümüz öldürdü. Molla Sədra yazıq, müsibətdə idi, gəldi bir dəfə Həzrət Əlinin ziyarətinə gəlmişdi Nəcəfdə. İndi zirehdən yapışıb, öpür. Gördü bir dənə kişi orada, o da dayıyıb zirehə başın. Deyir ki, ağa, səndən bir dənə istəyim var, Allahdan istəm Molla Sədriyə Allah lənət eləsin. Bu Molla Sədrə özü də dayanıb orada ziyarət. Molla Sədrə belə vurdu kişinin belinə belə, kürəyinə. Kişi belə başını qaldırdı. Dedi, Molla Sədriyə, ona niyə lənət oxursan o kişiyə? Niyə onun üçün lənət arzuluyursan? Dedi, o deyir ki, vacibül vücud. Vacibül vücud əslində Allah deməkdir. O indi kimdənsə eşidir, vəhdətül vücud filan bu sözləri, heç bilmir, sözü də hələ düz demir. Vəhdətül vücud hələ vacib vücud deyir. Molla Sədr baxdı buna nə desin? Heç demədi, mən o kəsəm filanam. Dedi, elə o sənin dediyin adam ki, o sözü deyirsə, ona lənət düşür. Elə de ona lənət. Bu insanlar, indi bu alimlərin misalını çəkirəm sizə, amma indi gələk ağamız, Mövlamız, Həzrəti Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalam, gör o nə çəkib. Gör o nə çəkib. Durub insanlara qabağında, özdə insan deyirəm, səhabələr deyirəm, Peyğəmbər görənlərin hüzurunda deyir ki, Saluni qablə ən təfquduni. Nəyi bilmirsiz, soruşun məndən. Mən göyün yolların, yerin yollarından yaxşı bilirəm. Ən böyük sahabalardan biri Sa'd ibn Əbi Vəqqas durur ayağa, deyir, Əli deyə bilərsən, mənim saqqalımda nə qədər tük var. Bu nə günə qalar insan? Səni an verirəm Allaha. Sən istəyirsən ki, bunun əlini tutasan, göylərə qaldırasan. Sən istəyirsən ki, bunu götürəsən, izzət verəsən. Sən istəyirsən ki, bunun əlindən yapışasan, bunu mələkut aləmin seyr elətdirəsən. Bu isə sənin ayağından yapışıb, elə istəyir səni çəksin yerin 7-ci qatına. Elə istəyir səni qərq eləsin öz zülmətində, öz qaranlığında. Mən səni işığa çıxartmaq istəyirəm, mən sizi işığa çıxartmaq istəyirəm. Amma siz istəyirsiniz ki, yox, hökmən mən də gəlim qaranlığa. Fikir verin əzizlərim, bu Həzrəti Əli əleyhissalamın ən böyük məzlumiyyət. Peyğəmbər sallallahu bir sözü var, ma uziyən nəbi kəma uzid. Məni qədər əziyyət çəkən Peyğəmbər olmayıb. Mən özüm, bunu nə vaxt oxuyardım bu hədisi, rast gələrdi mənə. Oturardım, düşünərdim, hətta danışırdım. Dedim, ya Rasulallah, elə öz-özümə, dedim, ya Rasulallah, necə səndən artıq sənin qədər əziyyət çəkən olmayıb? Bəzi Peyğəmbərlər olub tarixdə var axı, onu mişarla mişarlayıblar, doğrayıblar, öldürüblər, tikə-tikə eləyiblər, quyuya atıblar, zindanlar görüb, ya Rasulallah, sən deyirsən, mənim qədər əziyyət çəkən Peyğəmbər olmayıb? Sonralar bəli, adama aydın olur ki, Peyğəmbər salavatullah aleyh və aleyh bu əziyyətdən, mənəvi əziyyətdən danışırmış, fiziki əziyyətdən danışmırmış. Bəli, fiziki əziyyətdən ola bilsin, başqa biri daha çox əziyyət çəksin, məndən artıq əziyyət çəksin. Amma mənəvi əziyyətə ki, bütün aləmlərin Rəbbi, bütün aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbər salavatullah aleyh və aleyh gəlib necə xitab. Məsələn, o insanlara gəlib müxatəb edir ki,
O bəziləri de ayaqlarını dayırdı divara. Ya Resulullah da demirdilər, Peyğəmbərin adını deyirdilər, mənim dilim gəlmir. Peyğəmbərin adını deyirdilər. Bizə biraz ala danış ala, biraz danış. İndi Qurana belə deyirlər, biraz danış bizə. Allah indi Quran ayələrine bax, Peyğəmbərin məzlumiyyətini hiss elətdirən Quran ayələri. Mən bu adını belə qoyuram. Yəni mən yazı yazsam, bir belə bir kitab yazaram. Yazaram ki, Peyğəmbərin məzlumiyyətini hiss etdirən Quran ayələri. Diqqəti cəlb eləyər. Hansı ayələrdir ki bunlar? O ayələrdən biri. Bir-birinizi çağıran kimi Peyğəmbəri çağırmayın. Siz verirəm Allaha. Bunun üçün ayə gəlməliydi. Yəni əslində insan öz ağlı ilə, imanı ilə, vicdanı ilə, insafı ilə bilməliydi ki, bu, məsələn, indi mən deyirəm, sizə açıq deyirəm, mən indiyə qədər məndən yaşda belə 3 yaş, 5 yaş böyük adamlara mən adı ilə müraciət eləməyə utanıram. Bəlkə də hiss eləmişsiniz. Bir dən ya qardaş əlavə eləyirəm oraya, ya əmi əlavə eləyirəm, ya dayı əlavə eləyirəm. Utanıram mən xəcalət çəkirəm. Məsələn, bir adam məndən 3 yaş, 5 yaş böyüdüm, ona deyim ki, filan kəs. İndi bəli də daha biri ilə, daha qardaşdan da yaxın, dost filan, o qədər yaxınlığım var, daha ərk eləyirsən o başqa məsələ. Amma utanıram, mən indi də utanıram. Peyğəmbər salavatullah aleyhi və aleyh Quran ayəsinə bax, Resulullahı bir-birinizi çağıran kimi çağırmayın. Necə çağıraq? Deyin, ya Resulallah, ya Nəbiyyallah, belə müraciət edin ona. Bu ayə nazil olub, xanım Zəhra da gəlib, deyir ki, ya Resulallah, bir şey istəyəndə. Gör Peyğəmbər nə dedi? Dedi, qızım, sən elə mənə ata de. Sən mənə demə ya. Axı, Quran deyib, axı, ya Resulallah deyən, xanım Zəhra deyir. Deyir, bəli, deyib, amma sənə aid deyir o. Çünki onlar mənə ya Resulallah deyəndə mənim qəlbim sevinir, amma sən mənə ata deyəndə mənim qəlbim sevinir. Sən elə mənə ata denən, ya əbata, ya əbət, belə denən bəsdir. Bu cür müraciət elə mənə. Bu cür mənə müraciət elə. Ona görə o ərəb əbqəri deyər, əbqəri. Əbqəri bizim dilimizdə yəni dahi. Zamanından əvvələ gedənlər, zamanəsinin düşüncəsindən artıq düşüncəyə malik olanlar, onlar tarix boyu bu cür məzlumiyyət çəkiblər. Amma onların ən üstündə, ən fövqündə Peyğəmbər və Ali Peyğəmbərdir ki, onlar bu əziyyəti çəkiblər. Xüsusilə də Həzrəti Əli əleyhissalam. Sizə bir şey danışım. Bir dənə kitab var bizdə, Mövsuat Ali ibn Əbi Talib əleyhissalam. Yəni Həzrəti Əli barədə ensiklopediya. Həzrəti Əli barədə olan bütün ayələr, hədislər ora cəmlənib. Xanım Zəhra barədə də var belə. Xanım Zəhra barədə də var 25 cild. Həzrəti Əli barədə 20 cild. Var bu cür kitablar, Mövsua, ensiklopediya. Nə var? Bütün hamını yığıblar ora, cəmləyiblər ora. Onun 11-ci cildində, bu Həzrəti Əlinin barəsində ensiklopediyanın 11-ci cildində orada Meysəmdən nəql olunur. Meysəm Təmmardan. O ədalətli, sədaqətli, vəfalı kişidən nəql olunur. Bir günlərin birində gecənin bir aləmi gördüm Həzrəti Əli əleyhissalam Kufədən çıxdı, getdi üzü Cufi məscidinə tərəf. Həzrəti Əlinin Kufədə bir neçə qədimi məscid var. Onlardan biri məsələn Səhlə məscididir, biri Cufə məscididir, biri Kufə məscidinin özüdür. Və 4 məscid xüsusilə Həzrəti Əli buyurub ki, Kufədə olan bərəkətli məscidlər, müqəddəs məscidlər Həzrəti Əli özü buyurub və orada da Cufi məscidinin adını çəkib, Cufi məscidi. Bu Cufi qəbiləsi olub ərəblərdə, o Cabir ibn Yezid el-Cufi, əzizlərim o hədislə məşğul olan alimlərimiz bilirlər bunu. O Cabir ibn Yazid el-Cufi İmam Baqir'in əshabından olub, tələbələrindən hədislər nəql edilib, həmən qəbilədən olub. Ona görə deyirlər Cabir ibn Yazid el-Cufi. Cufi bir qəbilədir, onlar məscid tikmişdilər, amma o qədər ixlaslı idilər ki, onların tikdirdiyi məscidə Həzrəti Əli də önəm verirdi. Ona görə dedi ki, bir neçə Kufədə məscid var ki, mübarək məsciddir və Məscid-i Cufinin də adını Həzrəti Əli çəkib. Nəysə, Meysəm deyir ki, gördüm Həzrəti Əli çıxdı Kufədən Məscid-i Cufiyə tərəf. Mən də ağanın dalınca düşdüm. Gəldim Məscid-i Cufidə, ağa girdi, Sallə ərbəə rəkəat, 4 rükət namaz qıldı. 4 rükət namaz qılandan sonra dua elədi, əllərini qaldırdı, dua elədi, səcdiyə getdi. Sonra 100 dəfə dedi, əl-əf, 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 ilahi bağışla, bağışla, bağışla. Sonra Həzrəti Əli Məscid-i Cufidən də çıxdı, üst tutdu səhraya. Meysəm deyir ki, mən də onun arxasınca getdim. Getdim səhraya, bir yerə çatdım, ağa döndü, gördü ki, mən gəlirəm, bir dənə yerdə belə xət çəkdi. Dedi, Meysəm, bu xətdən o tərəfə keçməyəsən. Xət belə yerə çəkdi, dedi, bu xətdən keçməyəsən. Meysəm dedi, dayandım. Ağa ondan sonra tək getdi.
Bir xeyləm çəkdi, Veysəmdir ürəyimə dəğdəğə girdi. Təlatüm girdi. Ağanın düşmənləri çox. Gecənin bir aləmi, qaranlıq səhra. Ağa tək getdi, ağam tək getdi. Dedim, yox, ağa mənə deyib bu xəttdən oyuna keçmə, amma gedəcəm. Elə ağanın özünə görə ağanın sözündən çıxacam. Veysəmdir keçdim. Xətti keçdim, biraz gəlmişdim, gördüm ağa səhrada bədənim bura qədər, yarıya qədər salıb quyuya, danışır quyu ilə. Dərdin deyir quyuya. Biraz da yaxınlaşanda ağa mənim ayaq səslərimi eşitdi, başını qaldırdı. Kimdir? Dedim, Meysəm, dedi, mənəm. Dedi, sənə demədim ki, keçmək ilə o xəttdən. Dedim, ağa, sənin canıva görə narahat oldum, qurban olum, məni bağışla. Deyir, dediyim sözlərdən eşitdin. Dediyim sözlərdən eşitdin. Dedim, yox ağa, heç nə eşitmədim. Ağa orada bir dənə şeir oxuyub. And olsun Allaha, büyünün zikri müsibəti bu olsun. Meysəm deyir ki, ağa əyləşdi yerə və əlin də belə yerə vura-vura başladı bunu oxumağa. Dedi, وَفِ السَّدْرِ لَبَنَاتٌ اِذَا ذَاقَ لَهَا سَدْرِ نَكَتُّ الْأَرْزَ بِالْكَفِّ وَأَبْدَيْتَ لَهَا سِرِّ فَمَهْمَا تُنْبِتُ الْأَرْضُ فَذَاكَ نَبْتُ مِنْ بَزْرِ. Təzdən oxuyun bir dənə bunu. Qoy məclisimiz ağanın bu kəlamları ilə nuraniləşsin. Və ondan sonra Təbriz qardaşım da buradadır. Ondan da xahiş edirəm ki, bunu nəzmə inşallah çəksin Azərbaycan dilində, ağanın dilindən. وَفِ السَّدْرِ لَبَنَاتُ اِذَا ذَاقَ لَهَا سَدْرِ نَكَتُّ الْأَرْزَ بِالْكَفِّ وَأَبْدَيْتُ لَهَا سِرِّ فَمَهْمَا تُنْبِتُ الْأَرْضُ فَذَاكَ نَبْتُ مِنْ بَزْرِ. Ağa deyir ki, Meysəm, mənim sinəmdə çoxlu hacətlər var. Amma ləbənat, bilirsiniz hansı hacətə deyirlər? Maddiyyatdan olan hacətə demirlər. Qəmdən yaranan hacətə deyirlər. Kədərdən yaranan hacətə deyirlər. Fikir ver, gör, nə qədər. Ağa buyurur ki, Meysəm, mənim sinəmdə o qədər kədər və qəm var. Nə vaxtı ürəyim o kədər və qəmlərdən sıxılanda, belə nəkəttül ərzə bil kəffi, nəkəttu belə əli yerə vurmaqdır. Əlimi bu cür yerə vururam, yəni dərdimi yerə deyirəm, torpağa deyirəm, quyuya deyirəm. Nəkəttül ərzə bil kəffi və əbdəytu ləhə sirri və öz dərdimi, sirrimi yerə aşkar eləyirəm. Və əbdəytu yerə aşkar eləyirəm. Fəməhmə tunbitul ardu, dəhşətli babudur. Fəzakən nəbtu min sirri. Deyir, yer nə qədər bundan sonra bu torpaqlarda bitki düzərsə, o bitkilərin toxumu mənim dərdimdəndir. Nə qədər yer bundan sonra bitki düzərsə, o bitkilərin toxumu mənim dərdimdir, mənim sirrimdir. Yəni, nə qədər gözəllikdir də şeirdə. Nə qədər gör demişəm dərdimi yerə ki, bu cür. Və o dərdlərdən ən böyük xanım Fatimə-i Zəhra salamullah aleyhanı əldən verməsin. Və o dərdlərdən ən böyük xanım Zəhranın gizlin gecə dəfn olunmasıdır.